İmtahana qədər hər gün bir sual izah edirik. Part 1. Müqavimətləri R1 bərabərdir və R2 bərabərdir 2R olan rezistorlar sabit gərginlik mənbəyinə qoşulub. Şərtdə deyir ki, bizə sabit gərginlik mənbəyi, demək U nədir? U konstdur. Şərtdə qeyd edək. K açarını qapadıqda voltmetrin və ampermetrin göstəriciləri necə dəyişdiyini tapır. Biz bilirik ki, müsbətdən cəryan çıxır, hara doğru? Mənfiyə doğru gəlir. Əgər açıq vəziyyətdə, birinci baxıram dövrənin açıq olduğu vəziyyətə, açarın açıq olduğu vəziyyətə. Deməli, gələn cəryan həm R1 rezistorundan, həm də R2 rezistorundan keçib, ampermetrdən keçib, mənfi qütbə doğru gəlir. Onda biz ümumi müqaviməti tapsaq, ilk müqaviməti, görürəm ki, rezistorlar bir-birlərinə ardıcıl qoşulublar. Ardıcıl qoşulmada isə biz müqavimətləri təyin edən zaman onları cəmləyirik. Birincinin qiyməti R-dir, ikincinin qiyməti 2R-dir. Bu da eləyir 3R. İkinci vəziyyətə bax. Artıq açarın qapalı olduğu vəziyyətə baxaq. Qapalı vəziyyətdə isə iş biraz dəyişir. Nəyə görə? Çünki gələn cəryan şiddəti müsbətdən gələcək. Bu dəfə artıq R2 rezistorundan keçmək istəmir. Çünki özünə müqavimətsiz daha rahat yol axtarır. Ampermetrdən keçir, gəlir cəryan mənbəyinin müsbət qütbünə. Deməli, açar açıq olanda ümumi müqavimət nəyə bərabər olacaq? Yalnızca R1-in özünə, yəni R-in özünə bərabər olmuş olacaq. İndi biz burada müqavimət necə dəyişdiyini təyin etsən zaman, ikinci müqavimətin qiymətini birinci müqavimətə bölürük. Bu deyilir 3R, daha doğrusu R bölünsün 3R bərabərdir 1 bölünsün 3. Yəni R1 bərabərdir 3 dənə R2. Bu deməkdir ki, orada müqavimətin qiyməti 3 dəfə azalıb. İndi I bərabərdir U bölünsün R ifadəsinə görə bizə şərtin əvvəlində gərginliyi sabit vermişdi. Yəni U nədir? U konstdur. Müqavimət 3 dəfə azaldısa, cəryan şiddəti ondan tərs asılı olduğu üçün artıq 3 dəfə artmış sayılacaq. Yəni, cəryan şiddəti 3 dəfə artdı. Məndən həmçinin voltmetrin də göstərişini soruşduğu üçün, indi baxıram, ilkin vəziyyətdə voltmetrin göstərişi necə dəyişər? Voltmetr müsbətdən gəldi, bu hissədən keçdi, açar-açıq olan vəziyyətdə. Voltmetr sadəcə R1 müqavimətinin gərginliyi düşküsünü ölçür. R1-in də hər zaman müqaviməti nəyə bərabər olmuş olur? R-ə bərabər olmuş olub. Deməli, orada bir növ desək, R1-in müqaviməti dəyişməyib, yəni eyni qiymət alıb. O zaman U bərabərdir I-R ifadəsinə görə. Əgər R-i sabit qəbul etsək, çünki R sadəcə R1-in özünə bərabər olub, yəni o da R olduğu üçün, burada cəryan şiddətini 3 dəfə əgər artırırıqsa, voltmetrin də göstərişi 3 dəfə artmış sayılacaq.